Salam, hər vaxtınız xeyir olsun. Müəllimlərin işə qəbulu imtahanı, ana dili və ədəbiyyat müəllimlərinin çərçivə sənədinə daxil edilən yeni mövzulardan biri də su həsrəti əfsanəsidir. Biz bugün iki əfsanənin təhlilinə baxacağıq. Başlayaq. İşğalçılar tərəfindən təqib olunan karvan gecə-gündüz yol gedir. Deməli, işğalçılar tərəfindən təqib edilən bir karvan vardır. Karvanda dəvənin karvanı nəzərdə tutulur. Tuluqlarda su ehtiyatı çoxdan qurtarmışdır. Su ehtiyatını saxlamaq üçün nəzərdə tutulan bir qabdır, tuluq. Susuzluqdan dodaqları çatlamış adamlar danışmırlar. Başlar sinəyə enmiş, addımlar ağırlaşmışdı. Deməli, çox çətin vəziyyətdə işğalçılardan qurtulmağa çalışan bir dəstə var ki, hansı ki su ehtiyatı artıq qurtarıb. Bir damla belə suları qalmayıb bu insanların. Qaçqın düşüblər öz yurtlarından, yuvalarından. Qaçqınların arasında çoxlu gənclər var. Deməli, qaçqınların arasında üstünlüyü təşkil edir gənclər. Onlardan ikisi qardaş və bacı karvanın lap sonunda yanaşı addımlayır. Deməli, bu gənclərin biri də qardaş və bacıdır, hansı ki karvanın ən son hissəsindədirlər, sonundadılar. Arabir başlarını qaldırıb ümid dolu nəzərlərini irəli zilləyirlər. Zilləməkdə yəni baxırlar. Oğlan taqətdən düşmüş bacısı Ceyranı geri qalmağa qoymur, onu özü ilə aparır. Deməli, qızın adı burada Ceyran imiş. Deyir ki, oğlan tez-tez ona nəzarət edir və onun geri qalmamağına çalışırdı. Bir neçə gün sonra hərəkət etmək daha da çətinləşir. Dəqiq göstərilmir bunların neçə müddət, neçə gün hərəkət etdikləri, amma ümumi şəkildə təqribi göstərilmiş olur. Bir neçə gün sonra çətinləşir vəziyyət, qız artıq əldən düşüb, gedə bilmir, ayaq üstə tab gətirə bilməyib yıxılır. Artıq bacı bir neçə gündən sonra yıxılmış olur. Əsən xəzri narın qumu qızın qara, gür saçlarına doldurur. Deməli, qızın gür, qara saçları var imiş və xəzri də küləyin adıdır. Narın qumu deyir, qızın gözünün içinə doldurur. Göz yaşı islanmış qum ağırlaşır. Qızın göz yaşlarında qum ağırlaşırmış. Yaşca böyük olan qardaşı bir anlıq ayaq saxlayır. Oğlan bacısından yaşca böyük imiş. Əyilib bacısını qolları üstünə qaldırır. Ağır addımlarla karvanın ardınca gedir. 3 gündən sonra oğlan da taqətdən düşür. Daha hərəkət edə bilmir. Deməli, bacısını qollarında daşıyır bu oğlan. Və 3 gündən sonra özü də taqətdən düşmüş olur. İndi heç bir qüvvə, nə xilas olmaq ümidi, nə həyat eşqi onun dadına çatır. Taqətdən düşdüyünü duyan gənc huşsuz bacısını ehtiyatla yerə qoyur. Artıq 3 gündən sonra oğlan özü də haldan taqətdən düşür və bacını yerə qoymuş olur. Diz çökür. Əllərini göyə qaldırıb yalvarır. Bu dəfə oğlan yalvarır birinci. İlahi, kömək əlini bizdən əsirgəmə. Deməli, oğlanın Tanrıya bir müraciəti var ki, Allah deyir, köməyini bizdən əsirgəmə. Uçsuz bucaqsız səhra çarəsiz gəncin səsini udur. Yəni, reaksiya vermir səhra oğlanın çarəsizliyinə, yalvarışına. Qəhər onu boğur. Gəncin qara gözlərində 2 damla yaş görünür. Oğlanın da gözləri qaradır. Bacının da saçları qaraymış. Damlalar yerə düşür. Birdən-birə yer aralanır. Bulaq suyu fəvvarə vurur. Bu əfsanə olduğuna görə belə fantastik hadisələr əfsanələrdə adi hal hesab edilir. Deməli, damlalar gözdən düşür yerə. Yer aralanır və bulaq suyu fəvvarə vururmuş səhranın ortasında. Ceyranın həyatı xilas olur. Ceyran susuzluqdan yanırdı. Lakin acı taylı qaçqınları rahat buraxmır. Qəddar düşmən bütün bu günləri karvanın izinə düşüb onu bulaq başında haqlayır. Deməli, karvan artıq düşmən tərəfindən təqib olunurmuş. Tapırlar. Düşmən onların izini tapır. Düşmən atlıları bulaqdan axan gür şəffaf suyu görüb heyrətlənirlər. Su onlar üçün də həyat demək idi. Çünki təkcə susuzluqdan, əziyyət çəkən qaçqınlar deyildi, həm də düşmən tərəfi idi. Hər iki tərəf əziyyət çəkirdi susuzluqdan. Sadəcə çox alan amansız düşmənlə döyüş başlanır. Deməli, düşmənin qoşunu daha çox idi və onlar arasında döyüş başlanır. Məğrur Ceyran düşmən atlılarının yaxınlaşdığını görüb gözlərini göyə qaldırır. Baxın, həm bacının, həm də qardaşın Allaha müraciəti, Allahdan bir istəyinə yer verilib bu əsərdə. Deyir ki, Ceyran bu dəfə atlıların yaxınlaşdığını görür və gözünü göyə qaldırır, yanıqlı səslə deyir: Uca Tanrı, məni daş elə, qaya et, qaya elə, daş elə. Düşmənlər və karvan adamları gözlərinin qarşısında baş verənlərdən donub qalırlar. Əllərini göyə qaldırmış ağ paltarlı Ceyran bir göz qırpımında daş heykələ çevrilir. Heyrət və qorxudan təşvişə düşən işğalçılar elə həmin andaca bulaq suyunun quruduğunu da görürlər. Deməli, Ceyran daşa dönən kimi elə həmin andaca nə baş verir? Bulaq suyu quruyur. Onlar həyəcan içində su qayıt deyə qışqırmağa başlayırlar. Düşmənlər özlərini bulağa yetirəndə səhra bulaq suyunu artıq sorub qurtarmışdı.
Əfsanə bu qədər. Yəni bu əfsanədə əsas mahiyyət ondan ibarətdir ki, düşmənlərdən qorunan, qaçan bir dəstə insan vardır və susuzluqdan əziyyət çəkən həm düşmən tərəf, həm də qaçqınlar var idi. Qardaş və bacı obrazları yaradılmışdır. Qardaş bacısı üçün hər cür fədakarlığa razı olan biridir. 3 gün onu qollarının üzərində aparır, daşıyır. Qardaş bacıdan böyükdür və su bir damcı da olsun onların tuluqlarında qalmamışdı. Təkcə bacı qardaş deyil, dəstədə olanların hər biri susuzluqdan əziyyət çəkirdi. Oğlanın göz yaşlarından yaranır həmin o bulaq, yəni fəvvarənin vurulması səhranın ortasında oğlanın göz yaşlarından meydana gəlmiş olur. Başqa, indi keçək. Bu iki testə də diqqət yetirək. Fikirlərdən biri doğrudur. Hadisələr yaxın keçmişdə baş verir. Bu haqda bizim məlumatımız olmur. Əfsanəni oxuyarkən karvandakı insanların arasında münaqişə vardı. Belə bir məqam yoxdur. Karvandakılar yurdlarından qaçqın düşmüş insanlardır. Bəli, bunu doğru göstərə bilərik. Karvana basqın edənlərin məqsədi qarətdir. Basqın edənlərin məqsədinin qarət olduğunu biz hələ bilmirik. Bəlkə də başqa idi niyyətləri. Susuzluğa tab gətirməyən ceyran özünə qəsd edir, bu da səhvdir. Fikirlərdən biri səhvdir. Karvan əhlini təqib edənlər onların yurduna basqın etmiş işğalçılardır. Bəli, bu doğrudur. Karvan əhli dinc insanlardan ibarətdir, doğrudur. Qardaşı ceyranı ölümdən xilas etmək üçün hər cür fədakarlığa hazırdır. Bəli. Düşmənə nifrət edən ceyran onların əlinə keçmək istəmir. Bəli, bu da doğrudur. Keçmək istəmədiyi üçün. Yəni bu Allahdan o ricanı etmiş olur. Düşmənlərindən peşman olurlar. Belə məqama biz əfsanədə rast gəlmirik. İndi isə Qanlı Daş əfsanəsinə keçid aldıq. Yenə Şirvanın qanlı qadalı günləri başlanmışdı. Deməli, Şirvanın qanlı qadalı günləri. Belə çıxır ki, yenə dediyinə görə dəfələrlə bunlara hücumlar olmuşdu. Yəni bu ərazilərə, bu yerlərə. Yağı ölkəyə hücuma keçmişdi. Bu hücum ilk deyildi. Yenə sözünə əsasən bunu biz deyə bilərik əminliklə. Onlar yavaş-yavaş Şamaxıya yaxınlaşırdılar. Hələ Şamaxıda deyildilər. Kolanı obasının ərənləri bir yerə toplanmışdılar. Deməli, düşmənin mənfur planından əhali artıq xəbərdar idi və buna görə də müəyyən plan qururdular, öz aralarında hazırlaşırdılar düşmənin hücumuna. Dəmirdağ özlərinə igidbaşı təyin etdilər. Ərənlər dağlara çəkildilər. Deməli, düşmən hücumunun qarşısını almaq üçün bunlar bir qrup şəxs, gənclər çəkilirlər dağlara. Düşmən Kolanı obasından bir qədər aralıda düşərgə salmışdı. Düşmənin belə bir mühasirə, deməli, çadırlar qurub bu formada dayanmağı, düşərgə salmağı həm də var idi. Vaqif dramında Qacarda Şuşanı mühasirədə saxlamışdı, düşərgə yaratmışdı özü üçün. Qoşun neçə vaxt idi ki, yol gəlirdi, tamam əldən düşmüşdü. Deməli, burada əldən düşən Dəmirdağın qoşunu, yəni yanında olan gənclər deyildi. Onlar çünki öz vətənlərində idilər, Kolan obasındaydılar. Əldən düşən düşmən tərəfdir. Deməli, tamam əldən düşmüşdü düşmən tərəf. Düşmən sərkərdəsi bilirdi ki, deyir, Şamaxı qalasını almaq asan olmayacaq. Belə bir ifadə də yadınıza gəlirsə Müsibət Fəxrəddin əsərində var. Deyir ki, bir neçə yerdə evləri Qars qalası olsa belə biz ora, yəni hücuma keçməliyik, yəni istəyimizə çatmalıyıq. Mütləq yorğun qoşuna 3-4 gün istirahət vermək lazımdır. Dəmirdağın igidləri axşamdan biraz keçən kimi qəfildən düşmən çadırlarını hücum edir, onları dincəlməyə qoymur, neçə-neçə döyüşçülərini məhv edirdilər. Deməli, Dəmirdağın igidləri, yəni düşmənin üzərinə hücuma keçirdilər və qəfildən baş verir bu hadisə. Bu da bizə düşmən üzərinə bu formada gecə ikən ani hücuma keçmək məsələsi həm də Zeybək qızı hekayəsində də var idi. Dəmirdağ el arasında təkcə gücü ilə deyil, düzdüyü bayatlarla da ad çıxarmışdı. Deməli, bu oğlan həm də bayatlar söyləyirmiş. Gəlin baxaq nə deyibmiş. Kolanı elim mənim, arxamda selim mənim. Dirikən qibləgahım, ölərsəm görüm mənim. Deməli, bu bayatıda həm də məzmununa diqqət yetirək, vətən haqqındadır bayatı. Həm də bu bayatıda Dəmirdağ vətəni özünə qibləgah hesab edib. Eyni ilə Əsir Azərbaycanım şeirində olduğu kimi. Könlümə tək Kəbə etdim səni mən. Dəmirdağla elin ağıllı, kamallı, gözəli olan sona əhd peyman bağlamışlar. Elin ağıllı, kamallı belə bir qızı həm də pəri qoşmasında, pəridə yəni göstərilə bilər. Yazın sonu yayın əvvəlində istəklərinə qovuşacaqdılar. Deməli, bunların toyu olacaqmış. Yazın sonu yayın əvvəlində. Görüş yerləri də Cüyürlü meşəsinin tən ortasında Sıldırım qayanın ətəyindəki çapıq daşın yanı idi. İndi mən sizə bir sual verirəm, onu da mütləq yorum hissəsində qeyd edirsiniz. Bəs Qarayazı meşəsi hansı əsərdə keçirdi? Baxın, burada Cüyürlü meşəsinin adı vurğulanır. Qarayazı hansı əsərdə keçirdisə onun adını qeyd edirsiniz.
Deməli, çapıq daşın yanında idi. İlk əhd peymanlarının şahidi bir çapıq daş, bir də lalələr olmuşdu. Bunların, deməli, peymanlarının şahidi. Bir axşam Dəmirdağın şir ürəkli igidləri yenə düşmən düşərgəsinə hücuma keçdilər. Orduya çaxnaşma düşdü. Çaşbaş qalan düşmən əskərləri onların qarşısında yarpaq kimi əsirdilər. Deməli, düşmən qoşunu qorxur bunlardan. Dəmirdağgil düşmənin iki seçmə pəhləvanını da özləri ilə apara bildilər. Əsir tuturlar. Əsir keçirmə məsələsi də bir çox əsərlərdə var. Bundan xəbər tutan düşmən sərkərdəsi hirsindən zəncir gəmirirdi. Əsəbləşməyi göstərilir. Şeypur çalındı. Qoşun ayağa qalxdı. Əmr verildi. Şeypurun qocasını, uşağını, qız gəlinini meydana cəm etdilər. Cəm edin. Cəmaat meydana toplaşandan sonra sərkərdə dedi. Bu düşmənin sərkərdəsidir. Əgər Dəmirdağın və onun yoldaşlarının yerini göstərməsəniz, hamınızı qılıncdan keçirəcəyəm. Deməli, şərt qoyur düşmən tərəf. Hamı başını aşağı saldı. Sükutu sona pozdu Dəmirdağın sevgilisi. İzin verin, mən qoşunu Dəmirdağgil olan yerə aparım. İnsanları heyrət bürüdü. Fikir verin, həm Su həsrəti əfsanəsində insanların heyrətlənməyi var idi, həm də burada. Sonra qoşunun qabağına düşdü. Onu meşənin dərinliyinə apardı. Qız meşəyə, sıldırım qayalara bələd olmayan yağını günortadan keçənə qədər orada, meşənin içərisində dolandırdı. Dəmirdağın igidləri isə düşmən qoşununun qara-qara izləyirdilər. Sonra düşmən qoşununu meşənin qurtaracağındakı sıldırım qayanın başına gətirdi. Deməli, düşməni izləmək, yəni həm Dəmirdağın qoşunu, belə deyək, yanında olan igidlər düşməni izləyirdilər, həm də düşmən də bunları izləyirdi. Məsələsi Su həsrəti əfsanəsində də var idi. Onlar da suyun belə elə bil izi ilə gəlib tapırlar, yəni karvanı. Burada da o formada Dəmirdağın deməli yanında olan igidlər düşməni qarabaqara izləyirlərmiş. Sıldırımın ayağındakı çapıq daşı göstərib dedi. Qız göstərir. Bax, Dəmirdağın yerini o daşdan soruşun deyib özünü qayadan atdı. Özünü qayadan atan xanım obrazı kimi biz Vaqif dramında Xuramanı da nümunə göstərə bilərik. Yağı çaşbaş qaldı. Elə bu vaxt Dəmirdağın igidləri düşmən qoşununa hər tərəfdən zərbələr endirdilər. Dağa, meşəyə nabələd olan yağı təslim oldu. Dəmirdağ sonanı axtardı, tapa bilmədi. Nəhayət, çapıq daşın yanında qanına qəltol olan qızı tapdı. Artıq sona ölüb. Onun gül üzü solmuş, rəngi ağarmışdı. Dəmirdağ sonanı lalələrin arasından qaldırdı. Artıq gec idi. Sona bircə dəfə kipriklərini qaldırıb gülümsədi. Deməli, hələ sona ölməmişdi. Yəni Dəmirdağ ona gəlib çatanda, yetişəndə ölməmişdi. Sevdiyini bu halında görmək, yəni son anında görmək saadətə də aiddir. Yəni Fəxrəddini elə görmüş olur. Dəmirdağın fəryadından dağlarda səda qopdu. Oğlan fəryad edir. Lalələr titrədi. Daşlar insan kimi inildədi. Sonanın qanına boyanan çapıq daş silkələndi. Çox keçmədi ki, bu igidin fəryadı bayatları hopdu. Elləri obalara yayıldı. Mən aşiqəm, qanlı daş. Qanlı qaya, qanlı daş. Düşmən yağı düşməndi. Niyə oldun qanlı daş? Yəni daşa müraciət edir ki, sən niyə qanlı oldun? O gündən çapıq daş xalq arasında nakam məhəbbətin şahidi kimi qanlı daş adlanmağa başladı. Deməli, bu əfsanə də bu formada indi oxuduğumuz iki əfsanə ilə bağlı bəzi müqayisələrə diqqət yetirək. Düşmənlə döyüşə başlamaq təhlükəsi əksini tapıb. Yəni bu hər iki əfsanədə öz əksini tapan məqamdır. Düşmənlə döyüşə başlamaq təhlükəsi. Yol getdiyinə görə yorulan tərəf var. Deməli, Su həsrəti əfsanəsində yol getdiyinə görə yorulan tərəf qaçqınlar idi. Digərində isə düşmən tərəfi idi Qanlıdaşda. Ölən qız obrazlarına rast gəlirik və bu qızlar hər iki əsərdə gəncdir. Birində Ceyrandır, digərində Sonadır və biz bunların adlarını da bilmiş oluruq, öyrənirik. Ölən qız obrazları deyərkən də, yəni Su həsrəti əfsanəsində qız daşa dönür. Ceyran daşa dönür, o da yəni ölür. Nəticədə Sona da özünü atmış olur. Ölənlər daşlarla əlaqələndirilir. Bəli, əlaqələndirilir. Çünki Ceyran daşa dönmüş olur, yəni öz istəyi ilə Allaha yalvarır buna görə və Allah da onun istəyini yəni çin edir, onu yerinə yetirmiş olur belə. Digəri isə qanı elə bil çapıq daşda qalmış olur. Çapıq daşda onların əhd peyman bağladığı yerdir. Cəsarətli obrazlar vardır. Cəsarətli obraz burada bəli həm Ceyrandır, həm onun qardaşıdır Su həsrəti əfsanəsində. Digərində Sonanın özüdür, Dəmirdağdır, cəsarətli obrazlardır və deyə bilərik ki, hər birində cəsarətli gənclər təsvir edilib. Heyrətlənən düşmən tərəfi var. Su həsrəti əfsanəsində düşmən heyrətlənir, yəni qızın daşa dönməyinə. Digərində də Sonanın elə bil özünü qayadan atmağına çox heyrətlənir və
Qanlı daş əfsanəsində heyrətlənən tərəf təkcə düşmən tərəfi deyil, həm də Sonanın mən sizi Dəmirdağın yanına apararam sözünə əhalinin özü də heyrətlənmiş olur. Hər ikisi əfsanədir, real olmayan hadisələr öz əksini tapıb, bəli, doğrudur. Məsələn, ceyranın daşa dönməyi və s. Qıza görə narahat olan oğlan obrazı vardır. Bu da doğrudur, çünki birinci, yəni oxuduğumuzda Su həsrəti əfsanəsində qardaşı narahat olur ceyrana görə, digərində də Dəmirdağ məsələn qızın öldüyünü görəndə ah çəkmiş olur. Yəni belə uyğunlaşdırmalar edə bilərik. İki əfsanənin də izahı bu qədər və müəllimlərin işə qəbul imtahanlarının çərçivə sənədinə daxil edilən digər əsərlərin də, yəni yeni əsərlərdən söhbət gedir. Onların hər birinin izahını çəkməyə çalışacağam. Ümid edirəm ki, izahlar sizlər üçün faydalı olur. Belə izahların ardından gəlməyini istəyirsinizsə, kanala mütləq abunə olun, bəyənməyi unutmayın. Mənim Azərbaycan dili və ədəbiyyat qruplarıma qoşulmaq istəyənlər üçün təkrar xatırlatma etmək istəyirəm ki, qrupların hər biri aktivdir. Yanvar ayından etibarən ədəbiyyatdan sıfırdan qrupumuz başlayacaq, amma ana dili üzrə hələ ki söz verə bilmirəm. Cari qruplara qoşula bilərsiniz. Ədəbiyyat dərsləri 3 və 6-cı günlər axşam saat 8-də. Ana dil dərsləri isə 4 və bazar günləri keçirilir. 4-cü gün axşam saat 8, bazar günü isə 16:00-da və mix sertifikasiya qruplarıdır, yəni sözü gedən qruplar. Bugünlük bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.